بسم الله الرحمن الرحیم. الحمد لله رب العالمین والعاقبة للمتقین والصلاة والسلام على سيدنا وسيد المرسلين أبي القاسم محمد وعلى آله الطاهرين سيما بقية الله في الأراضين واللعن الدائم على أعدائهم أجمعين من الآن إلى قيام يوم الدين. أعوذ بالله من الشيطان الرجيم. يا أهل الكتاب قد جاءكم رسولنا. Arz oldu ki peyğəmbərlər müəyyən hədəflərə və məqsədlərə görə Allah tərəfindən göndəriliblər və o məqsədlərin ən mühimlərindən biri insanları təzkiyə eləmək və təmizləməkdir. Və müxtəlif yollarla insanları çalışıblar ki, təzkiyə eləsinlər. O yollardan biri də tövbədir. Tövbənin iki əsas mətləbi var. Biri tövbədən qabaq, biri də tövbədən sonra. O iki tövbədən qabaqdır, onlar izah oldular və deyildilər. Və o iki tövbədən sonradır, onların da ikisi, biri rü'yət, ikincisi riayət, bunlar deyilib. Üçüncüsü mühasibədir. Mühasibənin də barəsində müəyyən qədər deyilib, şərh verilib, ta gəlib çatmışıq bura ki, mühasibə bir əməldən qabaqdır, bir də mühasibə əməldən sonradır. Bunların da barəsində müəyyən qədər Quranın ayələrindən və hədislərdən oxuduq. Bir mətləb mən mühasibə barəsində artırmaq istəyərdim. Və o mətləb də budur ki, mühasibənin bəhrəsi, səmərəsi, faydası nədir insana? Bu ki deyildi, lazımdır insan əməllərin həm əməldən qabaq, həm əməldən sonra hesab eləyə, mühasibə eləyə, öz nəfsi ilə müzakirə eləyə, söhbət eləyə və necə mühasibə eləməyi də Peyğəmbərin hədisindən dünən oxuduq və öyrəndik. Bunun nə faydası var insana? Buyurur, bunun neçə dənə insana faydası var? Əvvəli budur ki,
insan nəfsindən kələh yeməz. O ki, nəfs istəyir insana kələh vura allada, bu allanmaqdan və nəfsin allatmağından əmanda qalar. Çünki biz keçmişdə də oxumuşuq, kitablarda da oxumuşuq, Quranın ayələrində də oxumuşuq. Hər yerə insan dönsə, hər yerə insan getsə, hər iş istəsə, görsə, nicatın yolu oradadır ki, insan nəfsin sındıra. Madam ki, insan öz nəfsin sındırmır, ya sındıra bilmir, ya heç istəmir sındıra, o insan izzətin, saadətin üzün görməyəcək. O insan bu dünyanın adamıdır. O insan 50% adamdır. Çünki insanlar əgər 100% tutsuq, 50% maddiyatıdır, 50% mənəviyyatıdır. Əgər insanları bu yaxşı belə xoşbin baxımından deyirəm, ha bunu, nikbin baxımından əgər biz danışdıq belə deyə bilirik, insanların 50%'dır bu. Halbuki o adamları ki, həvai nəfsindən itaət edirlər, Quran onları 50% bilmir, heç 1% də bilmir. Heç onları adam bilmir. Ki, oxuduq, Quran buyurur ki, bəlhum əzəl, heyvandan da bunlar alçaqdılar. Ona görə də buyurur, əgər istəyirsən sən nəfsin barəsində fikirləşəsən, ondan mübarizə aparasan, ona qələbə çalasan, onun əsas yollarından biri budur ki, insan öz nəfsindən hesab kitab alar. Hesab kitab almasın, axırda o sənə qalib olar. İdarələrdə də belədir, bazarlarda da belədir. Əgər biri ilə işləyirsən, şəriksən, ortaq maluz var, əgər biri ilə şərd işlədirsən özüvə, əl-müzdi verirsən ona, günəmüzdi işlədirsən, aylıq verirsən, maaş verirsən, əgər hesabın, kitabın onun əlindədir, imkanların, ixtiyarın onun əlindədir və hər bir şey qoyubsan onun ixtiyarında, ondan hesab almasın, axırda görərsən, sən süngə çıxıbsan. Süng qədim deyədilər. Bir də görərsən, süngə çıxıbsan. Bir də görərsən, nə varmış, elə onun əlindəymiş. Axırda da özü bilər neynər, sonra da sənə deyər ki, qurban da belə oldu da elə, məni üzürlü hesab elə məni. Necə ondan buyurur elə əvvəldən örgəşdir hesaba, hər günün hesabını versin, hər ayın hesabını versin. Əgər qalsa iş biraz kök atsa, qalsa biraz güclənsə, sonra da bacara bilməzsən. Buyurur, elə o vaxtından, əgər fikrində var ki, nəfsünlə mübarizə aparasan, day qoyma kök ata. Ondan sonra buyurur ki, bax, bu əvvəlidir. Həzrəti Əli əleyhissalam buyurur, mən təahadə nəfsəhu bil mühasəbə. Əgər bir adam öz nəfsin mühasibə eləyə və təəhhüd eləyə, ki, nəfsin mühasibə eləyə və hesab ala ondan, əminə fiha əl-müdahanə, onun hoqqabazlığından, kələhlərindən, allatmalarından əmanda qalar. Bu bir faydası. İkincisi buyurur ki, faydası budur ki, xub məqsədə çatarsan və istəmirsən nəfsü təzkiyə eləyəsən, islah eləyəsən, təmizləyəsən. Bu yoluna məqsədə çatarsan. Həzrət buyurur Əli əleyhissalam, mən hasəbə nəfsəhu ələl-uyub. Hər kəs istəyə öz nəfsindən hesab ala və eybilərinin barəsində nəfsi ilə danışa və qəfə ələ uyubih, öz eybilərindən baxəbər olar. Xəbərdar olar eybilərindən, axtarış aparar və əhatə bihiz-zunub və günahlarına ihatəsi olar.
Günaha ki ihatəsi oldu, vəstəqalə zunub, yavaş-yavaş başlayar ki, onu həll eləsin. Keçmişdə əgər günahları olub və indi bildi ihatəsi oldu günaha, indi başlayar onları bir cür həll eləsin. O əsərlər, təsirləri ki, günahlar bunda qoymuşdu, onları yavaş-yavaş qaytarsın. Gətirsin əvvəlki halına. Və əsləhəl uyub, eybilərin islah elər və o ki istəyirdi, islahı nəfs eləsin, öz nəfsini islah eləsin, təmizləsin, pak eləsin, o məqsədinə nail olar. Bu iki. Üçüncüsü buyurur ki, xoşbaxtçılığın qapısı buradır. Xoşbaxtçılığın hatarı budur. Əgər xoşbaxtçılıq bir otaqdır, oranı qıfıllayıblar, biri istəyir ki, o otağı açsın, girsin ora, hatarı mühasibədir. Bu olmasa, hesabın kitabın eləməsə, o saadətin üzün görməyəcək. Gələn insan bilaxı, mən tövbə eləmişəm, düzdür, yaxşı. Neçə yaşım var? Məsəl üçün 40 yaşım var. Yaxşı, bunun 15'in çıx, Allah bağışlayır. 40'dan 15'in çıxanda neçəsi qalar? 26? 25. Bu 25'i indi mən oturum görüm, nə eləyəcəyəm axı? Necə əgər bir yolu səhvi gedibsən, Lənkəran məqsədinə gedirsən, düşübsən Quba yoluna, yarı yolda başa düşübsən ki, səhvi gedirsən, onu nə eləyəcəksən? Onu qaydacaqsan axı. O getdiklərin gərək təzdən qaydasan bir dəfə. Buyurur, əgər sən 25 il namazın var, indi başa düşdü. Bu 25 il nə olacaq? Onları gərək qaydasan da. Onları gərək qaydasan. Onun qayıtməyi budur ki, oturasan, hesab eləyəsən. Biləsən 40'un, yaşın 40, 15'in çıxasan, qala 25'i, 25'i, deyəsən 25 il ömrüm olsa hələ buradan belə, gündə bir gün qılsam qutarar. Bəlkə 25 il olmadı ömrüm. Və nə olacaq? Kim qılacaq? Böyük oğlum öz namazını qılmır. Mənə namaz qılar o. Onda gündə 2 gün qılım. Gündə 2 gün qılsam, 25'i yarı bölsün nə qədər olar? 12 il yarım. Allaha təvəkkül, bəlkə yaşadım inşallah. Amma nigarandır. Birdən yaşamasam nə olacaq? Bax, bu mühasibədir. Yəni fikrindədir. Yatıb xorultunu, heç bilmir ki, nə var, nə yox. Heç elə bil ki, bunun bir 50 il boynunda qəzası yoxdur. Bir adam səndən borc alıb. Filan kəs $1000 ver, inşallah bax, bu ayın başında qardaşım Moskvadan göndərəcək, gətirib verəcəyim sənə. Sən də inandın, nə bilim, verdin. Ay keçdi, xəbər yox. 2 ay keçdi, xəbər yox. 6 ay keçdi, xəbər yox. 1 il keçdi, xəbər yox. Ay qardaş, nə oldu bu? Əgər görsün, çalışır ki, bunu gətirə verə. Deyərsən, neynə, narahat eləmə. Amma yatıb vecinə döz. Sən qəbul eləməzsən onu. Əlinə pul düşür, yaxşı yerlərə xəşləyir. Gündə axşam gedir, kebab yeyir. Sənin borcun var, kebabı niyə yeyirsən bəsən? Əgər borcunun fikrindədir, yubatmağından narahat olmazsan. Amma görəsən heç vecinə döz, elə bilir bunun borcu yoxdur, o borc almağından pis verməməkdir. O ki etinasızlıq eləyir, o birisindən ağırdır. Odur ki buyurur, bax mühasibə budur ki, adam nigaran ola. Borcu olan adam nigaran ola. Heç olmasa hərdən bir gətirə 5 şirvan, 10 şirvan deyə filan cəzbə. Buna gücüm çatıb. Mən abırlı adamam, mən inşallah vaxtında verəcəyəm, narahat olma. Sən də deyərsən, eybi yoxdur, narahat olma. Görürəm ki, çalışırsan da. Amma heç çalışmırsan, odur ki buyurur, bax, orucu doğdur. Neçə il orucu yeyibsən? Əgər bunları hələ səni Allah cahil bilsə, hələ özdə bu cəhlündə müqəssir olmasın,
Yəni günahkar olmasan, öyrənə bilərdin, öyrənməyibsən, onda kəffara gələcək. Amma imkan yox idi, heç qulağına dəyməmişdi, heç bilmirdin, heç olmasa qəzası ki boynundadır. 25 il oruçluq yiyibsən, heç olmasa bunun qəzası boynundadır. Yəni 25 ay sənin orucun var boynunda. Rəcəbi, Şəbani, Rəməzani. İldə 3 ay əgər oruç tutsun, İnşallah bir 12 ilə yavaş-yavaş qutarar. Buna deyərlər mühasibə. Yəni hesab kitabın eləyir. Çalmışam, çapmışam, qapmışam, bir yana getmişəm, o yana getmişəm, əldə etmişəm, hər pul gəlib yemişəm. İndi başa düşmüşəm ki, bu yol səhvimiş. Mən bilirəm bu pulları hardan yemişəm. Mən bilirəm filan kəslərin haqqını zayi eləmişəm. Apar olan haqqım verdim. Deyirəm filan kəs, mən anlamırdım. Sındır nəfsüyü. Özünü tox saxlama. Deyirəm, anlamırdım mən. Anlamamışam, haram yemişəm. Anlayıbsan, yeyibsən, eybi yoxdur, anla. Sən sonra danışarlar səninlə. Amma gərək etiraf eləyəsən, deyəsən, anlamamışam, yemişəm. Bu haramdır, mən yemişəm. Cəmaatındır, apar ver. Allahındır, üzü qoy səcdiyə. Narahat yaşa, nigaran yaşa. Buna deyərlər mühasibə. İnsan öz əməlin otura hesab kitab eləyər. Malında, sərvətində, namazında, orucunda, xumsunda, hamısın ilə axı, həccində. Buyurur, bu da ikincisi. Üçüncüsü ki, xoşbaxlıq buyurur bu yoldadır. Dördüncüsü də budur ki, qiyamətin günündə o zilləti ki, sən üçün olacaqdır, o xar olmaq, o incimək ki, Quran ayəsi buyurur, qiyamətin günündə insan əllərini aparacaq, ağzına dişləyəcək təəccübdən ki, bunlar düzümüş hamısı. Mən elə bilirdim, yalan sözdür. Hamısı düzümüş bunların. Belənci bir halda, onda sən narahatçılığın olmayacaq. Hesabı eləyibsən, kitabı eləyibsən. Bir adamın hesabı düzdür, mühasib gəlsin, desin ki, qardaş, gəl mənim hesab istəyirəm səndən. Buyur hesab. Əgər hesab düzdür. Odur ki, buyurur, bax, bunun faydası bulardır. Qiyamətin günündə hesab açılacaq, başlanacaq. Bir mətləb də mən burada artırım, o da budur ki, qiyamətin günündə yaxşıdır ki, adam bilə ki, necə sual başlanacaq. Bu barədə də mən bir iki dənə hədis oxuyum ki, suallar hardan başlanacaq və nəyin barəsində soruşacaqlar. Hədislər, Quranın ayələri, hədisləri bu barədə çox genişdir. Əgər istəyək bu barədə bəhsə girə, gərək onda qiyamətin barəsində danışaq. İnsanın nəfəs ki ağzından çıxdı, qiyaməti başlandı. İzə matəl insan, qamət qiyaməto. Qiyamət başlandı. Amma qiyamətin itabları var. Biri bərzəxdir. Yəni qiyamət o mənaya ki, hamı duracaq qəbirdən, elə insan öləndən sonradan gərək başlana. Bəhs oradan başlana ki, bərzəxdə nə olacaq? Qəbirdə hansı suallar qəbirdə sual olacaq? Hansı suallarla qəbirdə işləri yoxdur, onlar qalıb sirata? Hansı suallar mizandadır? Hansı suallar? Onların 10 dənə əsas dayanacaq var. Bir təbiri Quran, mövqəf, isqah var. 10 dənə. O 10 dənə bir-bir danışılar. Ta axırda görək bu 10 dənədən necə qutardı? Salamat çıxdı oradan, ya çıxmadı? O çox geniş bəhsidir. İnşallah ömür olsa, qismət olsa, Allahın müvəffəqiyyəti olsa, bir yol o barədə danışanda çox da eşitməli şirin mübahisələri var onun. İnşallah qalsın o vaxtda. Amma o iki suallar soruşacaqlar, bu barədə eybi yoxdur, bir iki dənə hədis oxuyaq. İki mətləb burada demək olar. Biri budur ki, nədən soruşacaqlar? İkincisi budur ki,
əvvəl hardan başlayacaqlar sualı? Hansı əməldən suallar başlanacaq? Buyurur, əvvəl hansı əməldən başlanacaq? Çünki bir dənə də burada mətləb var. O da budur ki, qəbirdə əməl ilə iş yoxdur. Əməldən soruşmaq yoxdur. Qəbirdə etiqaddan soruşacaqlar. O ki, meydidə dəfn eləyəndə təlqin oxuyurlar, qulaq asırsınıza, orada da görürsünüz əməl yoxdur. İza ətəkəl mələkən əl-müqərrəbən və səələkə ən dinikə və ən kitabikə və ən qiblətikə və ən nəbiyyikə və ən imamikə, bunlardan soruşacaqlar. Rəbb Allahdan, qiblə, kitab, peyğəmbər, imamət. Bax, bunlardan soruşacaqlar. Bunlar insanın əqidələridir. Çünki qəbirdə əməldən soruşmurlar, onun səbəbinin biri də budur ki, hələ əməl qutarmayıb. İnsanın əməli qəbirdə hələ qutarmayıb. Düzdür, insan öldü, öz əməli qutardı. Özü bir dənə Sübhanəllah deməyə qadirdir. Can ki, çıxdı, qutardı. İcazə alasan deyəsən, icazə ver, la ilahe illallah da deyim də yoxdur, qutardı. 70 ildə nə deyibsən, deyibsən. Toylarda oturanda deydin biyaz, bağlarda oturanda deydin onlardan biyaz. Kef eləyəndə biyaz onlardan deydin. Orada nə dedin, dedin, nə demədin də o qutardı. Amma səndən sonra mümkündür sənin evladın sənə xeyr eləyə göndərə. Mümkündür sən bir körpü tikibsən, o körpüdən hər kəs keçir, sənə savab gəlir. Hələ əməl bağlanmayıb. Dırnaq açılıb, amma hələ bağlanmayıb. Hələ gəlir. Mümkündür bir ağac əkibsən, onun kölgəsində hər kəs oturur, deyir, ay Allah, rəhmət elə bu ağacı əkənə. Hələ sənə savab gəlir. O ağacın meyvəsini yiyənlər, o ağacın meyvəsində yarpaqlarının üstündə oturan quşlar, onların hamısı sənə xeyr-i bərəkətli hələ gəlir. Bir quyu qazıbsan, o quyunun suyundan hələ heyvanlar istifadə edir, insanlar istifadə edir, bitkilər istifadə edir, sənə xeyr gəlir. Bir məscid tikibsən, hələ orada nə qədər namaz qılınır, sənin payın gəlir. Salih evlad qoyub gedibsən, onun dilindən, elmindən, ibadətindən, imanından sənə xeyr gəlir. Hələ qəbirdə əməl qutarmayıb. Qiyamətə qədər mümkündür sənə xeyr gələ. Bir dənə şagirdin ola, sən ona bir dənə bismillah öyrədibsən. Ona bir dənə əlifbey öyrədibsən. O böyüyüb olub müştehid. O da bir şagird tərbiyyət eləyib. O da bir şagird tərbiyyət eləyib. Qiyamətəcən əgər onlar şagird tərbiyyət eləsələr bir-birinə, hamısında sənin payın var. Bu hesabların hamısı Allahınkidir qiyamətdə. İndi birdən əgər şeytanəti də öyrədibsən, o şeytanətdən də payın var. Əgər bir dənə pis əməlin təməlin qoyub çıxıb gedibsən, əgər bir dənə iki tirəlik salıb çıxıb gedibsən, əgər bir dənə bir yalan danışıbsan, sənin o yalanın nəticəsində bir iddə imandan çıxıb, nə qədər qiyamətəcən o yalanın əsəri var cəmaatın içində, sənin də payın gəlir, şükür Allaha. Odur ki, buyurur, qəbirdə əməldən söhbət yoxdur. Qəbirdə ancaq etiqaddır. Çünki öldün, oğlun səni əgər müşrik olsaydın, müvəhhid eləyə bilməyəcək. Əhdiyin ağaçlar da səni əgər imamətə etiqadın var idi, imamətdən çıxarda bilməyəcək. Əhdiyin ağaçlar səni məsələn, əgər etiqadın yox idi, səni etiqada gətirə bilməyəcək. Etiqad, əqidə qutardı ölməklə. Amma əməlin hələ davam edir. Buyurur, qiyamətdə etiqad məsələsi həllidir. Qəbirdə odur, ondan sonra əməl başlanır. O da hansı mərhələdə, hansı etapda, hansı əməllər, onlar uzun söhbətlərdir. Çox gözəl hədisləri var, çox gözəl ayələri var. Quran o barədə çox gözəl danışıb bizim üçün. Yəni, açıqlayıb hər şeyi.
Bölüb insanları və Peyğəmbərin nə rolu olacaq, imamların nə rolu olacaq, Peyğəmbərlərin, xüsusən İslam Peyğəmbərinin rolu nədir? Onların hamısını açıqlayıb bizə deyib. İndi onlara da uzun bəhslərdir, girmək olmaz. Amma bunun eybi yoxdur ki, bilək, bizdən nə soruşacaqlar və əvvəl hardan başlayacaqlar? Həzrət buyurur, İslam Peyğəmbəri, buyurur ki, Quranın ayələrindən işarə edir. Buyurur, elə ki, qiyamət başlandı, qiyamətin siratının üstündə mən dayanacağam. Sirat körpüsü var. Özdə mən təh dayanmayacağam. Əli əleyhissalamla dayanacağam. İkimiz orada dayanacağıq. Və orada da dünya dörkündən biri deyənəm, demokratiya belə gəldi, demokrasi belə getdi, nəm burada kimin haqqı tapdalandı, kimin haqqı tapdalanmadı. Və bunlar hamısı boş söhbətlərdir ki, nə deyənlərin etiqadı var, indi bu dünyada biz görürük, nə eşidənlərin etiqadı var bu sözlərə. Bu sözləri Yaziddən, Muaviyyədən, Firondan belə Hamid deyib, gəlib indi deyiləkinə, Hamid deyir ki, nə də gedirlər. Əməldə də heç birisi yoxdur onların. Dünyanın heç yerində də yoxdur. Sən onu özündə görürsən onları. Və qiyamətin günündə də əmr Allahın əmridir və hamı da Allaha tabidir. Maliki yevmiddin, heç bir şeyin, heç bir peyğəmbərin, heç bir övliyanın, heç bir imamın ixtiyarı yoxdur qiyamətdə. Hamısı əgər ixtiyar veriləcək, Allah verəcək ixtiyarı. İzn Allah'ınkidir, qiyamət Allah'ınkidir. Allah da buyurur ki, mən öz haqqımı eləyə biləm kimə verəm. Onu sən deyə bilməzsən, sən haqqı kimə vermə. Sən necə dünyada malın var, deyirsən bu bağımı verəyəm o oğluma. Sənə biri deyə bilər vermə. Bu maşınımı verirəm qonşuma. Oğlun deyə bilər, niyə verirsən qonşuya, əcəb edirəm. Pul qazanmışam. Gönlüm istəyir, qonşuma verəm, dostuma verəm, qızıma verəm, yoldaşıma verəm, atama verəm, öz malımdır. Məndən sonra, mal sizə çatandan sonra neynərsiniz, eləyərsiniz. Hələ mən diriyəm, ənnas müsəllətunə əla ənvalihim. Hər bir insan əqli də hökm edir buna ki, öz malının ağasıdır. Buyurur ki, qiyamətin günündə, elə ki, qiyamət başlandı, Allah eləyə bilər, həqqin kimə verə? Buyurur, peyğəmbərlərə haqq verəcəyəm, imkan verəcəyəm. Onlar şəfaət eləsin. Şəhidlərə icazə verəcəyəm, şəfaət eləsin. Təqvalı, imanlı alimlərə icazə verəcəyəm, şəfaət eləsin. Bir abid, bir alim, ikisi gəlir, gedə cənnətə. Birini saxlayarlar, abidə deyərlər, get, alimə deyərlər, sən hara? Deyər, mən də gedirəm də cənnətə. Deyər, sən yox, sən belə olmaz. Sən abid deyirsən ki, sən alimsən. Sənin ümmətin var idi, sənin millətin var idi. Dayan, onlara da şəfaət elə, onlarla get. Sən tək olmaz. Alimin qiyməti var. Alim əgər təqvalı alim olsa, nurani alim olsa, əgər dediğinə əməl eləyən alim olsa, hoqqabaz olmayan, oyunbaz olmayan, elmin dünyasına vasitə qərar verməyə, elmin ahirətinə vasitə qərar verə, belənçi alimin qələmi ki yazır, şəhidin qanından üstündür. Alimdir bu. Bu alimdir ki, hansı qəbirsanlıqda dəfn olsa, Allah o qəbirsanlıqda dəfn olan meyitlərin hamısını bunun ehtiramına görə bağışlayır. O bu alimdir. O bu alimdir ki, Quran buyurur ki, Yasin surəsində oxuyursunuz ki, bir dənə qəriyə sözü var Yasin surəsində, bir dənə Mədinə sözü. Düzdür? Min əksəl Mədinə. Bir dənə şəhərdir, Quran onun bir yol adına kətdir, bir yol şəhər. Ya Rasulallah, ya bu kətdir, bə niyə şəhər deyir buna? Əgər şəhərdir, bə niyə kət deyir buna? Deyir, Allah ona əvvəl kət dedi. Sonra bir təqvalı alim getdi, otdu orada, ora oldu şəhər.
Hətta mədəniyyətin də etibarı aliminəndir. Nə qədər alim yox idi, ora kənd idi. Elə ki, alim keçdi, oturdu orada, ora oldu şəhər. Quran ona Mədinədir, Mədinə şəhərə deyərlər. Bax, alimin fəziləti var. Allah buyurur, mən qiyamətin günündə imkan verəcəyəm, ixtiyar verəcəyəm. Peyğəmbərlər şəfaət eləsin, imamlar şəfaət eləsin, alimlər şəfaət eləsin, şəhidlər şəfaət eləsin. Bunların hamısına mən icazə verəcəyəm. Neçə tayfadır, onlara icazə verəcəyəm. Və hamısının başında xanım Fatimə Zəhradır. Buyurur, cənnətin də ixtiyarını vermişəm Əli əleyhissalama. Hər kəsdən onun rizayəti var, mənim rizayətim var. İcazə vermişəm, mənim icazəminə. Öz başına olmaz, mənim icazəminə. Buyurur, mənim icazəminə. Odur buyurur, qəsimul cənnə və nar. Əli əleyhissalamdır ki, cənnətinə cəhənnəmi bölür. Ona görə bu adı ona deyiblər. Allah ixtiyarı verir ona. İxtiyarı verəndən sonra hər şey düzəlir. Buyurur, qiyamətin günündə mənlə Əli dayanacaq Sirat körpüsünün üstündə. Cəmaat ki, gəlir, biz onlarla bir-bir danışacaq. Denən, belə adamı vaxt olmaz axı. Bir-bir danışacaqlar. Nəyə vaxt olmaz? Hara gedəcəklər ki, vaxt olmayan? İftar olar indi, ya. Vaxt elə onun üçündür. Buyurur, o ki, Quranda oxuyubsuz, vəqqifuhu innəhum məs'ulun. Soruşdular ki, bunun mənası nədir? Quran ayəsidir. Vəqqifuhum innəhum məs'ulun. Saxlayın onları, onlar soruşulacaqlar. Dedilər, ağa, bu nədir? Dedi, onun mənası budur. Mənlə Əli dayanacaq Sırat körpüsünün üstündə. Hər kəs keçdi, deyəcək, saxlayın onu. Onlar soruşulacaqlar. Nə soruşacaqlar? Soruşacaqlar Əlinin vilayətindən. Buyurur, əgər Əlinin vilayəti var, elə bil ki, vizası var. Buyurun, gəlsin. Əgər yoxdur, ona viza verməyiblər. Vizasız qoyarlar ölkəyə. Vizasız qoymazlar. Cənnətin vizası Əlinin məhəbbətidir. Əlinin vilayətidir. Məhəbbət, quru məhəbbət olmaz ki. Onlar boş sözdür deyir ki, ancaq o məhəbbətdir. Məhəbbət bəmənay vilayətdir ki, Əlinin vilayəti. Və vilayət həmin hakimiyyətdir ki, Allahındır, verib Peyğəmbərə, Peyğəmbər də verib ona. Vilayətin mənası yoxdur. O da buyurur, bax, bu Peyğəmbərin sözüdür, oxuyuram. Həzrət buyurdu ki, əvvəlu ma yus'alu anhul əbdu, birinci sual ki, insandan soruşacaqlar, hubbuna əhləl beyt. Biz əhl-i beytin məhəbbətidir. Bu, hədis Peyğəmbərinkidir. Və bu barədə hədis çoxdur. İmam Sadiq əleyhissalamdan bir dənə oxuyuram. Buyurur, İnnə əvvələ ma yus'alu anhul əbd. Birinci sual ki, insana verəcəklər, İza vəqəfə beynə yədəyillah cəllə cəlaluh. Elə ki, insanlar Allah məhzərində cərgə dayandılar qiyamətdə. Ənis sələvatil məfruzə. Bir, vacib namazlar. İkinci, və əniz zəkat. Mənası aydındır. Üçüncü, əz-zəkatil məfruzə. Vacibi zəkat. Üçüncüsü və ənis siyamil məfruz, vacibi oruc. Dördüncüsü və ənil həccil məfruz, vacibi həcc. Və ən vilayətina əhləl beyt, və bir də bizim vilayətimizdən. Ondan sonra Həzrət buyurur, fəin əqərrə bi vilayətinə sümmə matə əleyhə. Əgər bir adam bizim vilayətimizi iqrar eləyə, ondan sonra dünyadan köçə, qubilət minhu salatu və somuhu və zəkatu və həccu. Namazı da, orucu da, həcci də, zəkatı da qəbul olacaq. Amma əgər bu iqrar və etiraf olmasa, onlar dərdə dəyməyəcək. Əsas bir deyil.
İmam-ı Sadiq aleyhisselam buyurur, Buniyel İslamu ala xəms. 5 şeyin üstündə İslamı qoyublar. Biri salatdır, biri zəkatdır, biri həccidir, biri sovmudur, biri vilayət. Ondan sonra buyurur, Zürarə sual verdi Həzrətə. Dedi ki, ya Resulallah, yəmnə Resulillah, fəəyyü zalikə əfzəl. Bunların hansı əfzəldir? Buyurur, əl-vilayətü əfzəl. Li'ənnəhə miftahuhunnə. Çünki o bunların haçarıdır. Əgər o olmasa da bunlar mümkündür. Vəl-vali huvəd dəlilu əleyhinnə. Və vali ki, sahibi vilayətdir, bunların başçısıdır, qabaqda gedənidir. O olmayandan sonra elə bil ki, bunlar yiyəsizdir. Bu bir mətləb. Bir mətləb də budur ki, umumən suallar, qiyamətin suallarında buyurur, umumi suallardan budur ki, hər niməti ki Allah dünyada verib insana, hər niməti ki Allah dünyada verib insana, o nimətin hamısından soruşacaqlar. Lətus'əlunnə yevməizin ənin nəim. Bu Quran ayəsidir. Yəni ki, qiyamətin günündə nemətlərdən soruşacaqlar. İmam Sadiq aleyhisselamdan soruşdular, bu nədir? Həzrət buyurdu ki, tus'əl hazihil ümmə əmmə ənəməllahu əleyhim. Bu ümmətdən Allah nə mənə nemət verib soruşacaq. Bi Rəsulillah, thumma bi əhl-i beyt əleyhimissalam. Allah əhl-i beytə görə bunlara nə verib? Ya əhl-i beyt özü deyil o nemətlərin içində hamısından soruşacaqlar. Hər neməti ki verib. Bir nəfər, ya Peyğəmbərdən bir hədis var, buyurur insanın ömründən soruşacaqlar, cavanlığından soruşacaqlar, malından soruşacaqlar. La təzulu, Həzrət belə buyurur, qədəma əbdin yevməl qiyamə. Qiyamətin günündə insan ki istəyir qədəmin götürsün, hətta yus'əl ən ərbə'ə. 4 şeydən soruşacaqlar. Ən umrihi fīmā əfnahu. Ömrü harda keçdi? Bu bir. Və şəbabihi fīmā əblah. Cavanlıq harda sərf oldu? Bu 2. Və ən malihi min əynə kəsəbəhu və fīmā ənfəqəhu. Mal əlvə gəldi, hardan əlvə gəldi və hara sərf oldu? 1 manat əgər qazanıbsan, onu soruşacaqlar ki, hardan qazandın və o manatı hara xərclədin? Bu da biri. Bir də və ən hubbina əhləl beyt. Yenə də əhl-i beytin məhəbbəti. Buyurur, bax, bunlar o suallardır ki, soruşacaqlar. Bir dənə də hədis var, orada da buyurur ki, insanın gözündən, qulağından, qəlbindən, ürəyindən soruşacaqlar və bir də hər nəyə ki, insanın ürəyi bağlıdır, onu soruşacaqlar. Hədis belədir. Həzrət buyurur, Quran ayəsidir bu. Həzrət bu Quranın bu ayəni oxudu, buyurdu ki, İnnəs səm'ə vəl-bəsərə vəl-fuad kullu ulaikə kanə anhu məs'ula. Hamısı bunların qiyamətin günündə soruşulacaq. Həm göz, həm qulaq, həm də ürək. Sonra bu barədə soruşdular Həzrətdən ki, Yəbnə Rəsulullah, bu nədir? Gözdən, qulaqdan, ürəkdən soruşulacaq. Bu nədir? Ürəyin barəsində, gözün barəsində. Həzrət buyurdu ki, yus'əlu əs-səmə əmmə yəsmə. Qulağın barəsində soruşacaqlar ki, nə eşidib? Hara icazə verirdin eşidə? Sən görürdün ki, mömin qardaşı qeybət elirlər, onun barəsində olmayan sözləri danışırlar, müdafiə eləmədin, əqəllən qulaq asmaydın. Sən qulaq asırdın axı ona. Oturmuşdun, onlar da söyüş verirdilər. Oturmuşdun, onlar da batıl sözlər danışırdılar. Oturmuşdun, onlar da həqqin əleyhinə danışırdılar. Etiraz verə bilmirdin. Əqəllən durub çıxaydın oradan. Biri budur, qulaq. Vəlbəsər əmma yətruf. Göz
Bir də hər yerə ki göz dolanır, baxır. Onlardan soruşacaqlar. Bu iki. Bir də buyurur vəl fuad əmma əqədə əleyhi. Ürək hər şeydə ürəyə bağlıdır. Axı, ürək məhəbbətin yeridir. Buyurur ki, məhəbbət kimə? Kimə məhəbbət bağlamışdın? Onu soruşacaqlar. Çünki Peyğəmbər buyurur ki, əl-mər'u mə'amən əhəbb. Qiyamətin günündə də insan hər kəsi dünyada sevir, qiyamətdə onunla bir yerdə olacaq. Hətta hədisdə var, əgər bir adam daşı da sevir, daşa məhəbbəti var, daşla bir yerdə olacaq. Həqqə məhəbbəti var, həqqi ilə olacaq. Batilə məhəbbəti var, batillə olacaq. O da buyurur, bax, hər şeyə insan ürək bağlasa, o qiyamətin günündə ondan soruşacaqlar. Ənəs ibn Malik deyir, bir ərəb gəldi Peyğəmbərin yanına, soruşdu ki, ya Rəsulallah, qiyamət nə vaxt olacaq? Namaz vaxtı oldu. Həzrət cavab vermədi, durdu, namazı qıldı. Namaz ki oldu, buyurur ki, day, sual da soruşsa cavab vermədi. Əvvəl namazı qıl, ondan sonra. Namaz qılandan sonra ağa buyurdu ki, əynə sailu ənis-sa'a. O kim idi qiyamətin barəsində soruşdu? Dedilər ki, bu daha. Gəldi, dedi, mən idim, ya Rəsulallah. Həzrət ona buyurdu ki, nə hazırlayıbsan qiyamətə? Bir şeyin var, hazırlayıbsan, soruşursan. Dedi, ya Rəsulallah, məndə bir şey yoxdur. Elə ancaq namazımdır, orucumdur. Bir də ki, sənin və sənin əhl-i beytün məhəbbəti. Əlimdə bir şeyim yoxdur. Həzrət onun cavabında buyurdu, əl-mər'u mə'amən əhəbbə. Kimi sevirsən, elə onunla da qiyamətdə olacaqsan. Ənəs deyir ki, İslam gələndə nə qədər cəmaat sevinmişdi, bu sözə İslamdan sonra ən çox cəmaat bu sözə sevindi. Ki, hər kəs nəyi sevir, qiyamətin günündə ondan bir yerdə olacaq. Buyurur, bax, bir də bunu soruşacaqlar. İnsan ürəyin kimə bağlayıb, kimə məhəbbət eləyib və bu məhəbbəti kimə sərf eləyib, hər nəyə sərf eləyib, onun barəsində soruşacaqlar. Allahümmə inna nəsəlükə və nəd'uk bismikəl azimil ə'zəm əl-əzzil əcəllil əkrəm və bil-Hüseyni ya Allah. Ya Allah, 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 ya Allah. İlahi, əllərimizi naumid qaytarma. Şər'i olan hacətlərimizi rəva elə. Dualarımızı müstəcab elə. Ölənlərimizə rəhmət elə. Günahlarımızı bağışla ginan. İlahi, bu Ramazanı axir Ramazanımız qərar vermə. Bu mübarək ayın feyzindən bizi binəsib eləmə. Hər kəsin hər hacət-i şər'isi var, bəravurda bi xeyr elə. İlahi, bütün iltimas-ı dua deyənlərin hamısının hacətini rəva elə. Allah xəstələrimizə, xüsusən nəzərdə olan xəstələr, xüsusən bir balaca uşaq xəstəxanadadır, büyünləri zəng eləyiblər, iltimas eləyiblər. Allahı and veririk, Həzrəti İmam Səccad əleyhissalamın Kərbəlada o xəstə olan zamanına Allah onların hamısının İnşallah şəfələrin inayət eləsin. Pərverdigara Muhammed və Ali Muhammed xatirinə qəbrimizin əvvəl gecəsində nur-i vilayətdən bizi ayrı salma. Bağışlamamış qəbrə aparma. Kərbəlayı eləməmiş öldürmə. Xalis olan salamlarımızı İmam-ı zamanımıza çatdır cinan. Mübarək olan qəlbin hamımızdan razı elə. Bəhəqqi Muhammedin və alih və bil-Fatihəti mə'əs-sələvat. Allah